istərdim ki, siz həm yaxın qonşu, həm də belə deyək də, həmkar, siz də bir müəllimsiniz. Mən də istərdim ki, Rauf müəllim özünüzü təqdim edin və Sevda müəllim haqqında öz xatirələrinizi danışın. Ən yadda qalan, müharibə dönəmində və yaxud da müharibədən sonra bir xanım olaraq, bir ana olaraq, nənə olaraq Sevda müəlliməni nə cür insan kimi tanıyırsınız? Mən Şahkənd İdman Şahmat Məktəbinin direktoruyam. Mən gözümü açandan Sevda xanımı, Sevda müəlliməni qonşu görmüşəm. O qonşuluqda biz həmişə fəxr eləmişik ki, Sevda müəllimə kimi bizim qonşumuz olubdur. Bəlkə də Sevda müəllim kimi qonşular olmasaydı, biz burada çətin qalardıq, çətin yaşayardıq. Biz belə qonşuların hesabına bu küçədə qalmışıq, burada böyümüşük. Sevda müəllimi tanıyandan o bizə bir qonşuluqdan əlavə, bir bacı kimi, ana kimi həmişə elə rəftarını görmüşük, elə münasibətini görmüşük. Biz bir evli kimi olmuşuq. Sonra həyat dəyişdi, müharibə başladı. Müharibə dövründə də hamı kimi könüllülər cəbhəyə yazılırdı, könüllülər cəbhəyə gedirdi, yardıma gedirdi. Kimin nə imkanı var idi, əlindən nə gəlirdi, özünü atırdı cəbhəyə. Biz də Sevda xanımı cəbhəyə gedən gördük, cəbhədə gördük, formada gördük. O kişi qeyrətli, kişi namuslu, paltarın geydi, özünü atdı cəbhəyə. O cəbhədə mən elə bilirəm ki, o igid oğlanlarımız kimi igid qadınlarımız da var idi cəbhədə. Onlardan biri də Sevda müəllimə idi. Sevda müəllimənin şücaətlərindən, qəhrəmanlığından, əsgərlərimizə elədiyi yardımdan, onlara bir analıq qayğısından, bacı qayğısından, göstərdiklərindən çox danışmaq olar. Biz Sevda müəllimi elə görmüşük. Ondan müharibə qutarandan sonra da biz Sevda müəllimdən yenə həmkar kimi bir yerdə işləmişik, bir məktəbdə çalışmışıq. Yəni ki, bizim məktəbimiz 11 sayılı məktəbdə yerləşir, Sevda müəllimə də orada zavuz işləyibdi. O bizə işlədiyi müddətdə həm qonşu kimi, həm bir həmkar kimi həmişə öz köməyini əsirgəməyibdi. Mən Sevda müəllimi belə tanımışam. Həcər qeyrətli qadın tanımışam. Allah Teala Sevda müəllimə uzun ömrü, can sağlığı, onun nəvələrinə, nəticələrinə, Eldəniz qardaşımıza Allah can sağlığı versin. Biz Eldənizin müəllim olmuşam. Eldənizlə biz Donetsk'e getmişik. Orada uğurlar qazanmışıq. 3-cü yer tutub gəlmişik. Eldəniz bizim ən sevimli tələbələrimizdən biri olub. Biz də Sevda müəllimin sevimli tələbələrindən biri olmuşuq. Allah Sevda müəllimə can sağlığı, uzun ömür versin. Çox gözəl. Sevda müəllimənin oğlu Eldəniz idmançı olub. Bəli, futbolçu olubdur. Eşitdiyimə görə nəvəsinin də hansısa idmanda uğur qazanıb. O hansı nəvəsidir Sevda müəllim? Qızımın böyük oğlu. Samirə xanımın böyük oğlu. Hansı idman sahəsində? O yüzden Eldənizin oğlu da. Ezel'də futbol oynayır. Çox yarışlarda birinci yerdədir. Hal-hazırda Bakı şəhərində 9-cu sinifdə oxuyur. Amma çox böyük uğurları var. Ezel'in də, Riyadın da. Çox gözəl. Həm qız nəvəsi, həm də oğul nəvəsi idmanda. Bəli, Eldənizin yolunu davam elətdirirlər. Çox gözəl, çox gözəl. Çox sağ olun Sevda müəllimə üçün dediyiniz xoş sözlər üçün minnətdarıq. Sağ olun, mən də sizə öz minnətdarlığımı bildirirəm. Yəni ki, belə xanımları, belə insanları yaddan çıxartmırsınız, onlara dəyər verirsiniz, qiymət verirsiniz, öz kanalınızda onları işıqlandırırsınız. Xalqımız, millətimiz, cəmaatımız onları tanıyır. Mən də sizə öz adımdan, Sevda müəllimin adından, bütün qonşularımızın adından sizə minnətdarlığımızı bildiririk. Çox sağ olun ki, bugün bizim qonağımız olmuşsunuz. Sizə minnətdarım. Çox sağ olun. Şöhretim şanım mənim, vətənim canım mənim, gözəl gəlməz sikəni, Azərbaycanım mənim.
Güzeller meskeni Azerbaycanım benim. Servetimiz var bizim, güdületimiz var bizim. Servetimiz var bizim, güdületimiz var bizim. Dövletlerin içinde hürmetimiz var bizim. Dövletlerin içinde